Ən yararsız məsləhət özünə güvən. Ekranda görmüş olduğunuz bu podkastda önə sürülən fikrin əslində 16-17 yaşında bir gəncin həyatda ona özünə güvən tövsiyəsi verilməsinin çox mənasız olduğu bildirilir və mən də bu fikrə tamamilə qatılıram. Burada önə sürülən fikrin özünə güvən kəlməsinin uğurlu ol deməyə qədər mənasız olduğu bildirilir. Çünki 16-17 yaşdakı bir gəncin özünə güvənməsi üçün necə bir səbəbi ola bilər ki? Əgər həmin gənc onsuz da özünə güvənin, özünə inanmağın yolunu axtarırsa, onda axı bu bir başlanğıc yolu deyil də, bu bir varış nöqtəsidir və ona da özünə güvən demək əslində birdəfəlik mənasız bir şey olur. Çünki bəlkə də həmin gəncin bacarığı azdır, pulu azdır, atılacaq həyata və həmin momentdə də biri çıxır və bu sosial mediada da çox yayılmış bir şeydir ki, özünə güvən. Və eyni zamanda burada özgüvənin uzun müddətli mahiyyəti olmayan səhvlərdən keçdiyini deyir. Və bir gəncin sahib olduğu tək şeyin onu səhv eləmək lüksunun olması deyilir. Podkastda Dunning-Kruger effektindən də bəhs olunur və Dunning-Kruger effekti bundan ibarətdir ki, bacarıqlı insanlar özlərini ortalama ya da ortalamadan aşağı görərkən, ortalama və yaxud da ortalamadan aşağı olan insanlar özlərini çox yüksək və bilikli hesab eləyirlər. Lakin burada bir məqam var ki, mən tam razı deyiləm. Orada belə bir fikir yürüdülür ki, türklər demişkən, aptal olduğun üçün aptal olduğunu bilmirsən. Məncə bu çox sərt bir tənqiddir və düşünürəm ki, çox yanlış ümumiləşdirmədir. Çünki insan bilmədiyi sahədə özünü bildiyindən daha yüksək qiymətləndirə bilər və məncə bu ağılsızlıqdan deyil də, bilgisizlikdən gələn bir şeydir. Və məncə də özünə güvən məsləhəti elə buna görə də yararsız bir məsləhətdir. Yəni belə deyək ki, özünə güvən bir düymə deyil ki, basasan və o işləsin. Lakin insanın bacarığı varsa, lakin daim özünü başqaları ilə müqayisə eləyir və özünə güvənmirsə, burada da bir disbalans var. Məncə eyni şəkildə insan bunun balansını tapmalıdır. Məqsəd bacarıq qazanmaqdır. Çünki insan bacarıq qazandıqca özünə olan inamı, güvəni artır. Və burdan da eyni zamanda podkastdan nəticə çıxardaraq mən bu fikrə gələrdim ki, özünə inam başlanğıc nöqtəsi deyil də varış nöqtəsidir.